Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Növbəti dərsimizlə videolarımıza davam edirik. Bugünkü dərsimizin mövzusu samitlər haqqında olacaq, yəni samitlərin tələffüzü və yazılış qaydasına həsr olunacaq. Biz saitlər və samitləri fərqləndirərkən qeyd etdik ki, samitlər uzun tələffüz olunmurlar. Uzun tələffüz olunanlarımız saitlərdir. Hecanı yalnız formalaşdırmağa xidmət edirlər samitlər. Eyni zamanda tələffüz olunarkən ağız boşluğunda maneəyə rast gəlirlər, maneəli tələffüz olunurlar. Samitlərin başqa xüsusiyyətləri onların kar və cinciltili olmaqla iki qrupa bölünməsidir. Kar samitlərlə cinciltili samitləri biz nəyə görə iki qrupa ayırırıq? Yəni ümumiyyətlə niyə görə biz samitlərə kar və ya cinciltili deyirik? Kar samitlərlə cinciltili samitlərin yaranmasında səs tellərinin fəal və yaxud da qeyri-fəal olması əsas rol oynayır. Kar samitlərin yaranmasında səs telləri qeyri-fəal olurlar, yəni passiv olurlar. Bəzən şagirdlər deyirlər ki, müəllim, kar samitlərdə ümumiyyətlə səs telləri iştirak eləmir, cinciltilərdə iştirak edir, ona görə biz kar və yaxud cinciltili deyirik samitlərə. Xeyr, əslində bu belə deyil. Ümumiyyətlə səs telləri bizim tələffüz etməmizdə, danışmamızda əsas rol oynayan bir orqandır, bir üzvdür, danışıq üzvüdür. Və əgər səs teli iştirak etməsə bizim danışığımızda, biz ümumiyyətlə danışa bilmərik. Yəni, kar samiti olsa da, cinciltili samiti olsa da, bunların hər birində səs telləri iştirak edir. Lakin, kar samitlərin yaranmasında səs telləri passiv olur, yəni az işləyir, qeyri-fəal olurlar. Amma cinciltili samitlərin işlənməsində, yaranmasında daha fəal şəkildə iştirak edirlər, fəal olurlar. Ona görə biz samitləri kar və cinciltili samitlər olmaqla iki qrupa ayırırıq. Kar samitlərimiz cinciltili samitlərimizdən qarşılıq yaradırlar. Bu qarşılığın səbəbi, yəni qarşılıq yaratmağının əsas səbəbi eyni məxrəcdə tələffüz olunmalarıdır. Yəni biz samitləri ona görə qarşılıq adlandırırıq ki, kar və cinciltili qarşılıq. Həmin samitlər tələffüz olunarkən ağız boşluğunda eyni hissədə yaranırlar, eyni məxrəcdə yaranırlar. Ona görə onların tələffüzü bir-birinə bənzəyir. Məsələn, t samiti kar samitdirsə, t-nı biz necə tələffüz ediriksə, d-nı da o formada tələffüz edirik. Yəni onlar səslənmə etibarilə bir-birinə çox bənzəyirlər. Bənzərlik əsasında və yarandığı yerə əsasən biz onları qruplaşdırırıq ki, kar və cinciltili samitlərin qarşılıqları hansılardır. Və onu da qeyd edə bilərik ki, bizim kar samitlərimizdən h samitinin cinciltili qarşılığı yoxdur. L, m, n və r samitlərinin isə kar qarşılıqları yoxdur. Niyə görə yoxdur? Yenə də gəlirik, əsas fikrimizi ona gətiririk ki, h samitinin cinciltili qarşılığı ona görə yoxdur ki, h samiti ilə eyni məxrəcdə tələffüz olunan cinciltili bir samit yoxdur. L, m, n, r samitlərinin də ona görə biz deyirik ki, qarşılığı yoxdur. Onlarla eyni cür tələffüz olunan kar samit yoxdur. Ona görə biz deyirik ki, bunların qarşılıqları yoxdur. Eyni zamanda sonor samitlər var. Sonor samitlərimiz elə bu l, m, n, r cinciltili samitləri sonor samitlərdir. Və sonor samitlər də iki qrupa bölünürlər. Burun sonorları, bir də ağız sonorları. Burun sonorlarımız m və n samitləridir. Niyə görə sonor deyirik bunlara? Bunlar səslənərkən, tələffüz olunarkən, burun samitləri tələffüz olunarkən hava axını burundan xaric olunur. Ağız sonorları da l və r və l samitləridir. Bunlar da tələffüz olunarkən hava axını ağızdan xaric olunur. Ona görə biz deyirik ki, burun sonorları m və n samitləridir. R və l samitləri isə ağız sonorlarıdır. Hava axınına əsasən, yəni hava axını ağızda hansı hissədən xaric olursa, həmin hissədə də sonorlarımız yaranır. Bir də başqa bir məsələyə toxunmaq istəyirəm. Onu da qeyd edim ki, bəzi uşaqlar səslənmə etibarilə, yəni sonor samit olduğuna görə l, m, n, r samitlərini deyirlər ki, sonor samit olduğuna görə biz bunların qarşılığı yoxdur. Yaxşı, bunların qarşılığı sonor samit olduğuna görə yoxdursa, bəs h-nın niyə görə qarşılığı yoxdur? H ki sonor samit deyil.
Yəni bunu əsaslandırarkən bunlardan istifadə etmək düzgün arqument deyil. Əsas arqumentimiz odur ki, bunlarla eyni cür səslənən səs yoxdur. Ona görə də bunların qarşılığı yoxdur. Daha sonra uşaqlar, növbəti samitlərimizin tələffüzünə aid növbəti qaydamız q samitinin eyni zamanda q samitinin tələffüzü qaydaları olacaq. Q samitinin ümumiyyətlə səslənmə etibarı ilə müxtəlif cür səslənmə məqamları var. Q samiti həm yazıldığı kimi, yəni həm q hərfi ilə işarə oluna bilir, eyni zamanda q səsini verə bilir. Daha sonra q samiti k səsini verə bilir. Bunları transkripsiyanın içərisində yazaq ki, səslənmə etibarını nəzərə alaq. Daha sonra x səsini verə bilir. Eyni zamanda ğ səsini də verə bilir. Q səsini, q samiti, yəni q ilə yazılıb, elə q kimi də oxunan sözlər əksərən q samiti həmin sözlərdə əvvəldə işlənir. Yəni söz özü q samiti ilə başlayırsa, bu zaman həmin söz elə əvvəlində q olduğuna görə q ilə də tələffüz olunur. Məsələn, qələm sözüdür və yaxud da qab sözüdür. Bu tipli sözlər əvvəli q ilə başladığına görə ümumiyyətlə q samitini əgər sözün əvvəlində görürsünüzsə, tələffüz zamanı bu həmin sözdə olan q samitini elə q kimi də götürəcəksiniz. Tələffüzdə də qələm kimi tələffüz olunur. Eyni zamanda qab sözünü də buna misal göstərə bilərik. Yəni sözün əvvəlində işlənən q samiti q kimi də tələffüz olunur. Yəni hərflə səs eyni olur. Eyni zamanda q samiti cinciltili samitdən əvvəl də işlənəndə söz ortasında və yaxud söz sonunda cinciltili samitin əvvəlində işlənən zaman bu zamanda q səsini verə bilir. Məsələn, deyirəm ki, nəql sözü məsələn və yaxud da nəqliyyat. Görürsünüzmü? Q-dan sonra cinciltili samit gəlib. Cinciltili samit işləndiyi təqdirdə q samitindən sonra bu zaman q samitini biz q kimi də tələffüz eləyirik. İki qaydaya əsaslandı. Birinci qaydamız sözün əvvəlində gələn q samiti q kimi tələffüz olunur. İkinci qaydamızda q samitindən sonra əgər cinciltili samit gələrsə söz ortasında və yaxud söz sonunda bu zaman q-nı biz yazıldığı kimi də tələffüz eləyirik. Daha sonraki səslənmə məqamı q samitinin k səsini verməsidir. Bu əksərən alınma sözlərdə mümkündür. Yəni alınma sözlərin əgər sonunda q samiti işlənərsə, məsələn üfüq sözüdür. Daha sonra hüquq sözüdür. Xalq sözüdür. Məsələn natiq sözüdür. Bu tipli sözlər hər biri alınma sözlərdir və bu tipli sözlərin sonunda q samiti, işlənən q samiti k kimi tələffüz olunur. Məsələn, üfüq sözündə sondakı q-nı biz k kimi tələffüz eləyəcəyik. Hüquq sözündə də sondakı q k kimi tələffüz olunacaq. Eyni zamanda digər yazdığımız sözlərin hər birində eyni xüsusiyyət baş verir. Bununla bərabər təkcə alınma sözlərin sonunda deyil, eyni zamanda bəzi sözlərin ortasında əgər kar samitdən əvvəl gələrsə q samiti, bu zaman yenə də k kimi tələffüz olunur. Məsələn, məqsəd sözündə görürsünüzmü? S samiti kar samitdir, q samitindən sonra işlənib. Yəni q samiti kar samitin qarşısında işlənib. Kar samitin qarşısında işlənən q samitini biz k kimi tələffüz eləyəcəyik. Məqsəd kimi tələffüz edəcəyik. Yəni əgər q samiti sözün əvvəlində işlənərsə q kimi tələffüz olunur. Cinciltili samitdən əvvəl işlənərsə sözün ortasında q kimi tələffüz olunur. K kimi tələffüz olunan zaman deməli alınma sözlərin sonunda olur. Alınma sözlərin sonunda işlənən q samiti k kimi tələffüz olunur. Eyni zamanda kar samitin qarşısında işlənən q samiti k kimi tələffüz olunur. Daha sonra növbəti qaydamız q samitinin x kimi tələffüz olunması qaydasıdır. Q samitini hansı hallarda biz x kimi tələffüz edirik? Bu o zaman baş verir ki, məsələn, milli sözdür. Bunu mən uşaqlara əksər vaxt izah eləyəndə deyirəm ki, uşaqlar, siz elə sözlər, məsələn, sözün sonunda görürsünüz ki, q ilə yazılıb. Bunu siz ğ kimi təsəvvür eləyirsinizsə,
adi vəziyyətdə məsələn işlədəndə ğ kimi təsəvvür edirsinizsə, demək ki, o ğ samiti deyil. Siz onu x kimi tələffüz edəcəksiniz. Yəni onun tələffüzü x kimi olacaq. Məsələn, qatıq sözüdür. Normalda biz yəni tələffüz edərkən bunu düşünürük ki, bəlkə də bu q samiti ğ kimi tələffüz olunur. Amma xeyr, siz ğ kimi düşündüyünüz bu q samiti normal tələffüzdə, adi vəziyyətdə x kimi tələffüz olunur. Yəni biz bunu qatıq kimi tələffüz edəcəyik, x kimi. Daha sonra məsələn maraq sözüdür. Maraq deyirik də buna adi tələffüz edərkən, məsələn normal dilçilər deyil, məsələn digər insanlar bunu tələffüz edərkən ğ ilə düşünürlər tələffüzünü. Bax, bu tipli sözlərin sonunda işlənən q samiti adi vəziyyətdə x kimi tələffüz olunur. Yadınızda qalsın. Bu tipli sözlər maraqdır, qonaqdır, qatıq sözləridir və s. Bu tipli sözlərin hər birində ğ kimi, sonunu ğ kimi düşündüyümüz sözlərin hər birində tələffüz zamanı q'lar, sonunda işlənən q'lar x kimi tələffüz olunurlar. Eyni zamanda bu sözlər adi vəziyyətdə necə ki x ilə tələffüz olunurlar, samitlə başlayan söz və şəkilçi qəbul etdiyi zamanda yenə də x kimi tələffüz olunur. Deməli, x kimi tələffüz olunmaya aid nümunə nə dedik? Dedik ki, adi vəziyyətdə samitlə başlayan şəkilçi və ya söz qəbul etdikdə. Məsələn, maraq sözünü dedik ki, maraq sözünü adi vəziyyətdə x ilə tələffüz olunur. Maraq sözünə samitlə başlayan şəkilçi artırdım. Yenə də bu x ilə tələffüz olunacaq. Və yaxud da söz artırıram. Məsələn, maraq dairəsi. Burada da q samitini x kimi tələffüz eləyəcəyik. Səbəbi də özündən sonra samit gəlməsidir. Adi vəziyyətdə x ilə tələffüz olundu. Samitlə başlayan söz və şəkilçi qəbul etdikdə yenə də x ilə tələffüz etdik. Bir də uşaqlar, q samiti kimi tələffüz olunması var q-nın. Bu hansı hallarda baş verir? Hansı ki biz x ilə tələffüz olunan sözləri dedik, nümunə kimi. Dedik ki, adi vəziyyətdə biz x ilə tələffüz edirdik sözləri. Samitlə başlayan söz və şəkilçi gəldikdə isə yenə də x ilə tələffüz edirik. Hansı ki bu saydığımız sözlər var idi, dedik sonunu ğ kimi düşündüyümüz sözlər. Həmin sözlər əgər saitlə başlayan söz qəbul edərsə, yəni sonunu x kimi tələffüz etdiyimiz sözlər. Bu ancaq sonu x ilə tələffüz olunan sözlərə aiddir. Digər sözlərə aid deyil. Ğ kimi tələffüz olunma. Saitlə başlayan söz və ya şəkilçi artırarsaq, yəni indi sözdən danışaq. Əgər saitlə başlayan söz artırarsaq, sonu x ilə bitən sözlərə. Bu zaman, məsələn, maraq sözü saitlə başlayan söz şəkilçi artıranda və yaxud söz artıranda, indi söz artıraq buna. Üzr istəyirəm, söz deyib şəkilçi yazıram. Maraq almaq məsələn. Bu zaman söz artırdıq. Saitlə başlayan söz artırdığımıza görə bu q samitini biz yazıda q olaraq yazırıq. Görürsünüz, yazıda q yazmışam. Amma bu maraq sözünü tələffüz edən zaman ğ kimi tələffüz edirik. Söz artıran zaman. Söz artıranda yazıda q olaraq yazılır, tələffüzdə isə ğ-ya çevrilir. Lakin şəkilçi artırdığımızda isə şəkilçi yazırıq saitlə. Saitlə artırsaq şəkilçini, bu zaman həm yazıda, həm də tələffüzdə ğ samiti kimi maraq. Ğ samiti kimi
tələffüz olunur. Marağı demirik. Nə eləyirik? Bunu deyirik ki, marağı eyni zamanda yazıda da ğ ilə yazırıq. Tələffüzü də marağı kimi tələffüz olunur. Saitlə başlayan söz artıranda ancaq tələffüzdə ğ olur. Şəkilçi artırdığımız zaman isə həm yazıda, həm də tələffüzdə ğ samiti kimi tələffüz olunur. Növbəti qaydamız ç samitinin tələffüzüdür. Uşaqlar, ç samiti söz əvvəlində, söz ortasında və söz sonunda müxtəlif cür tələffüz oluna bilir. Əgər ç samiti sözün əvvəlində işlənirsə, ç və k kimi tələffüz oluna bilir. Ç və k kimi tələffüz oluna bilir. Məsələn, kələm sözündə ç kimi tələffüz olunur. Lakin kartof sözündə k kimi tələffüz olunur. Və yaxud da kombayn sözündə k kimi tələffüz olunur. Amma kök sözündə ç kimi tələffüz olunur. Yəni, əksəri milli sözlərdir bunların. Milli sözlərimizdə ç kimi, alınma sözlərdə isə, alınma sözlərin əvvəlində isə k kimi tələffüz olunur. K kimi tələffüz olunmaya aid digər bir qayda da, məsələn, qoşa q samitinin k kimi tələffüz olunmasıdır. Bunu q samitinin keçəndə deməliydim. O indi yadıma düşdü. Onu da qeyd edeyim sizə uşaqlar. Qoşa q samiti. Əgər sözün ortasında qoşa q samitini görürsünüzsə, bu qoşa q'lardan birincisi k kimi tələffüz olunur. İkincisi q kimi tələffüz olunur. Məsələn, 9 sözündə tələffüz edərkən bu sözü k ilə tələffüz edirik. Bunu da qeyd edim ki, yadımdan çıxmışdı. Onu da qeyd etdim sizə. Ç samiti dedik, k kimi və ç kimi tələffüz oluna bilir. Uşaqlar, ç samitinin c kimi tələffüz olunmasına aid də qaydamız var. Yəni, ç samiti ilə yazılıb c kimi tələffüz olunan sözlər var. Bunlardan birinci qaydamız qoşa ç-lardır. Əgər sözün ortasında qoşa ç görürsünüzsə, bu zaman ç samitinin ikincisini tələffüz edərkən c kimi tələffüz edəcəyik. Məsələn, 8 sözüdür. Bunun tələffüzündə 8 kimi tələffüz olunur. Bu tipli sözlərdə baş verir bu. Bir də uşaqlar, qoşa ç ilə bərabər eyni zamanda ç samiti, çar samitin əvvəlində işlənərsə, yəni sözün ortasında ç ilə bərabər başqa bir çar samit də işlənərsə və bu zaman ç samitini biz c kimi tələffüz edirik. Məsələn, təşkil sözündə görürsünüz, ç samiti ikinci işlənib və çar samiti ilə bərabər işlənib. 2 dənə çar samitdir. Burada ç samitini, yəni ç samiti ikinci gəlmək şərti ilə ç samiti ikinci gəlməlidir. Eyni zamanda ç samiti ilə bərabər olan samit də çar olmalıdır. Bu zaman bu sözləri biz təşkil kimi tələffüz edirik. Daha sonra növbəti qaydamız ç samitinin x samiti kimi tələffüz olunması qaydasıdır. İx samiti nə zaman olur? Bizim öz milli sözlərimizdə. Öz milli sözlərimizdə söz sonunda biz ğ-nı keçəndə dedim ki, sözün sonunu, daha doğrusu x kimi tələffüz olunan sözlərdə dedik ki, sözün sonunu ğ kimi fikirləşirdi, ğ kimi düşünürük. Amma əslində orada ğ deyil, adi vəziyyətdə və samit gələndə x kimi tələffüz olunma var. Bu ç samitində də o cürdür. Əgər sözün sonunda işlənən ç samitini siz y-ya bənzədirsinizsə, demək ki, həmin sözün sonunda işlənən ç-nı x kimi tələffüz eləyəcəksiniz. Məsələn, çiçək sözündə bu ç-nı tələffüz edərkən y kimi düşünürük, çiçək deyirik, düzdür? Amma əslində o y samiti deyil, x samitidir. Yəni, biz bunu adi vəziyyətdə tələffüz edərkən çiçək kimi tələffüz etməliyik, x samiti ilə tələffüz etməliyik. Və yaxud da çörək sözüdür, mələk sözüdür. Mələk sözünü qeyd edeyim ki, alınma sözdür, amma bizim milli sözlərimiz kimi tələffüz olunur. Bu tipli sözlərin hər birində siz sonunu y düşündüyünüz
sözlərin hər birindəki işlənən o ç samitini tələffüzdə ik kimi tələffüz edəcəksiniz. Bununla bərabər biz adi vəziyyətdə ik kimi tələffüz ediriksə bu sözləri, samit gəldiyi zaman da özündən sonra şəkilçi də olsa, söz də olsa yenə də ik kimi tələffüz olunacaq. Məsələn, çiçəklər sözündə şəkilçi samitlə başlayır. Buna görə də biz çiçəklər sözünü son samitini, yəni sonda işlənən k samitini ik kimi tələffüz eləyəcəyik. Və yaxud da çiçək dərmək sözündə görürsünüz, samitlə başlayan söz gətirmişik. Yenə də çiçək sözündə olan k-nı ik kimi tələffüz edəcəyik. Növbəti qaydamız isə uşaqlar, k samitinin y kimi tələffüz olunması qaydasıdır. K samiti y kimi də tələffüz oluna bilir. Bu nə zaman baş verir? Necə ki biz q samitində dedik ki, sonu x ilə bitənlərdə ğ-ya çevrilir. K samitində də sonu ik ilə bitən sözləri biz ancaq y-ya çevirə bilərik. Digərlərini yox. Yəni sonunu ik kimi düşündüyümüz sözlərin hər birini saitlə başlayan sözlə və yaxud saitlə başlayan şəkilçi ilə işlədiriksə, tələffüz zamanı sonda işlənən k-nı biz y kimi tələffüz eləyəcəyik. Məsələn, çiçək sözünü nümunə olaraq yazmışdım bayaq. Çiçək sözünə əgər mən saitlə başlayan söz əlavə edirəmsə, axı bunu mən adi vəziyyətdə iklə tələffüz eləyirdim. Bu zaman sait gəldiyinə görə mən bunu tələffüzdə, yazıda yox, tələffüzdə. Əgər sözdürsə, tələffüzdə dəyişir o. Özündən sonra söz gəlirsə saitlə başlayan, yazıda olduğu kimi qalır. Tələffüzdə isə k y-ya çevrilir. Çiçək kimi tələffüz eləyəcək, çiçək kimi. Lakin saitlə başlayan şəkilçi gələrsə, bu zaman bunu biz yazıda eyni zamanda həm də tələffüzdə y-ya çevirəcəyik. Çiçəyə. Bunun tələffüzü də çiçəyə kimi olacaq. Bu və bu tipli sözlərin hər birində bu qayda keçərlidir. Uşaqlar, növbəti dərsimizdə samit birləşmələri haqqında danışacağam. Söz ortasında hansı samitlər birlikdə işlənəndə fərqli cür tələffüz olunurlar və yaxud da qoşa samitli sözləri, müxtəlif qoşa samitli sözlər, eyni qoşa samitli sözlər var. Bunları isə növbəti qaydamızda izah edəcəm. Sağ olun, hələlik.